Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Necəsiz? Əminəm ki, yaxşısınız. Nuşican efirdədir, maraqlı, gözəl bir buraxılışla. Elə bir yerə gəlmişəm ki, uzaq bir yerdir Bakıdan, Xırdalana gəlmişəm. Amma dəyəcək bir yerə gəlmişəm. Dadı, əməyi, yeməkləri çox dadlı olan bir yerə gəlmişəm. Ariz bəy yerinə gəlmişəm. Ceyhun şefin burada təqdimatında gözəl yeməklər olacaq. Təndir restoranına gəlmişəm. Gəlin heç vaxt itirmədən keçək içəri. Baxaq görək Ceyhun şef bizə nələr hazırlayacaq. Təndir restoranında çox özünə məxsus yeməkləri var. Onu bilirəm. O yeməklərdən yəqin ki hazırlayacaq. Vaxt itirmədən keçək içəri, verilişimizə başlayaq. Təamlarımızı hazırlamağa başlayaq. Hazırsan Kənan? Nuşican efirdədir. Restoranımıza daxil olduq. Çox gözəl bir bağçası, bağı var və kabinetləri var. Və içəridə də bir zal var. Birazdan oranı da göstərəcək. Əsas kim var burada? Buranın dəyərli rəhbəri Ariz bəy var. Necəsiz? Xoş gəlmişsiniz. Xoş gününüzə gələk. Neyinirsiniz? Xırdalan Təndir restoranından sizi görməyə şad olduq. Geyiminiz, keçiminiz yerində. Çəkilişə görə belə geyimsiz, yoxsa həmişə belə? Həmişə belə. Səliqəli. Necəsiz? Allah razı olsun. TikToku partladırsınız. Bəli. Neçə müddətdir fəaliyyətdədir? Başda bir 10 ildir Xırdalandır. 10 ildir artıq fəaliyyətiniz var. TikToku kim idarə edir bu TikToku? Əsasən TikTokda özüm oluram, çox vaxtları. Yəni hamısı real bir şeylər olan şeylərdir. Yəni normalda restoranlar, sahibkarlar, SMM-lərlə işləyir. Yox, biz sadəcə elə öz səhifəmizdə, dostların, tanışların sayəsində Sizin gəlirlər, baxırlar, yeməklərimizi bəyənirlər. Yəqin ki, bəyənirlər ki, o qədər baxış olur, o qədər yana. səmimiyyət var. Səmimiyyət var. Baxın, o paylaşdığınız videolarda mən səmimiyyət görürəm. Yəni heç nə yoxdur. Nə var? İnsanlara o səmimiyyəti keçirməyi bacarırsınız siz. Ona görə insana bax Xırdalandadır. Biz belə Bakıdan durub gəldik. İnsanlar durub. Az öncə bir insan gəlmiş Moskvadan, Rusiyadan. Hətta dedi ki, mən gəlmişəm. Rayonlardan da gəlirlər. Yəni əsasən rayonlardan çox gəlirlər. Siz belə bişirməklə aranız necədir? Öyle olmuyor ki, özünüz Hər şey, hə? Hər şey. Bacarırsınız. Əhsən. Allah canınızı sağ eləsin. Sağ olun, çox sağ ki, bu imkanı yaradmışsınız. Biz də gəldik. Əminəm ki, çox dadlı yeməklər olacaq. İndi görəsiz. Bəh. Qeyri-adi, maraqlı bir yeməklər Xırdalanda Təndir restoranında olur. Başqaları trend ola bilər, təndir bir brenddir. Bəli. Dedi. Ariz bəy bunu dedi. Çox təşəkkür edirəm. Sağ olun. Minnətdarım. Görəsiz də, yəni indi baxarsınız, görəsiz. Nuşican maraqlı buraxılışla elə başladı ki, bəh, nədir, bəh. Ay, salam aleyküm Ceyhun. Salam Məhəmməd, necəsən? Sağ ol, Xoş gəlmisən. sağ Sən gəlməyi gözləyirdim, dedim ona kimi quyruqları ərdim. Bir damcı gecikdi. Yol uzaq, bir damcı. Sən bilirsən də, bizdə hamısı təbii üsullarla pişirir. Da bir vedra duru yağın içində 3 dənə quyruq atmaq bəziləri üçün. Buradan bir ismarıc getdi elə bir. Getdi, bəli. Necəsən, sana var da yox? Sağ ol, sən necəsən? Sağ ol, çox sağ ol. Bütün ingredientləri yığmısan, kartofu Yığmışam yığmışsan. hər şey burada, göz qabağında. Nə hazırlayacaqsan? Günlərim sizə təndir restoranını, Xırdalanda təndir restoranı. Ən məşhur yemək olan şapalaq hazırlayacağam. Ən məşhur. Bəli, ən məşhur Bəzədir yemək. ki, yəni şapalaq bizə məxsus olan deyənlər Qardaş, var. hamının Allah çörəyinin ruzusunu versin. Yəni keçmişə qayıtsaq biz şapalaq bişirəndə heç bəziləri bilmir ki, şapalaq nədir? Elə bilər ki, quzu antrikotudur. Belədir. Şefim, burada bir gözəl bıçaq görürəm. Bəli. Bunu sizə hədiyyə mi edilir, yoxsa özünüzdən Bəli. hədiyyə edirsiniz? Xeyr, Bakı Kulinariya Assosiasiyasının prezidenti üçün mənim hədiyyə edir. Gör ha, gör. Öz emblemi də üstündə. Bax. İşin peşəkarı olmaq budur ki, belə bir hədiyyələr gəlir. Yəni həmişə gəlir, Allah canlarına sağlıq versin. Buranın imza yeməyidir. Təndir restoranının Təndir imza. restoranının imza yeməkləri çoxdur. Amma biri də budur da. Biri də budur. Mənə indi birazdan yeməkləri göstərəndə baxarsan ki, oradakı yeməkləri sən heç yanda görməmsən. Mən qazanları görürəm. Qazanları görərsən ki, yəni birazdan açacam qazanları baxarsan, o yeməklərdən heç yanda ola bilməz. Ayca, neçə ildir bu işdəsən, bu sahədəsən? Mənim atam da Polverdə, anam da. Genlər Yəni başqa də şey var, deməyə genlər ehtiyac də yoxdur var. da, elə ağlımız kəsəndən bu işlə məşğul. Hara alsan? Füzulidən, Qarabağdan. Allah canınızı sağ eləsin. Buradan da Füzuli əhlinə, Qarabağ əhlinə bolca salamlarımızı çatdıraq. Şapalaq hazırlayırıq. Deyirsən ki, bizim imza yeməklərimizi. Sənin digər restoranlardan fərqin nədir ki o şapalaqın? Sosu mu var? Mənim özümə məxsus sosum var. Aha. Bilirsiniz necədir? Bir yeməyə aid olan ingredientləri qatmaq lazımdır onun içinə. Bir Kimin yerdə əlinə nə pişməlidir. gəlir? Bəli, kimin əlinə nə gəlir, yığır onun içinə. Məsələn, buğlama bişirəndə bilirsən ki, buna biber vursan, pomidor vursan, kartoşka vursan, yəni vurulmur. Belə deyək. Bu pişməlidir baba, bu təzə kartoşka ilə. Xırda. Bu pişməlidir belə, bu təzə kartoşka ilə. Bəli. Bunun qaydası qanunu budur. Yəni çiğdir ya, şey deyil. Belə baxırsan, bişib qaynadıb yığmıram bura.
Çiğ Qaynalı yığanlar da var ya, nəysə. Şapalağı gətirək, baxaq. 300 qramlıq Mən şapalağı gətirirəm. göstərib. Mən gətirirəm. Arabamızı sürür. Bəli. Bu 300 qram deyir, bunu deyirsin 3 kilo. Yəni bəziləri deyir ki, kiloluq şapalaq. Bu kiloluq şapalağın ilk dəfə mən demişəm. Yəni o tərəzimiz burada, o tərəzimiz Yəni bunun yandıra. biri neçədir? Müştəri soruşur ha. Hə. Ay qardaş, şapalaq neçə qram olur? O Yəni, nə deyirsən? Kilodan az deyil ki, artıqdır. Yəni bir dənəsi. Bir dənəsi, 1 kilodan az deyil ki, artıq. Buyur. Nə qədərdir? Nə qədərdir? 1 kilo 190 qram. Bəli, yəni onun fərqi yoxdur. Kənan, sənə bəs Ola edeyim. bilər 900 qram 1 kilo, yəni ola bilər 900 1 kilo. Yəni bunu doğrayanda tərəzi ilə doğrayıram. Bəli. Göz qərarı doğrayıram. Şapalağa bax. Əslində bir şapalaq 2 nəfərə və ya hətta 3 nəfərə, yəni nəfərə mənim kimi bəs adama 1 nəfərə. Yox, biz yeməyə yeyəndə adama bir dənə gəldi. Üstək, quyruğumuz yanır. Bu artıq atmaq vaxtıdır. Bəli, ucu atmaq. Buyur, Quyruq əriyib, yağın çıxar. Buyur. Gözəlliyə bax. O sosunu, Səsə bax. üzr istəyirəm, ən son mu əlavə edirsən, yoxsa bişdiyi zaman Sosu mı? bişənə yaxın. Sosu vuram ki, sos öz dadını, tamını buraxsın. Yoxsa yəni üstünə səpib vermirəm də, işte belə deyək, sosu. Azərbaycanda bu qazan yeməkləri son 5 ildə, 4 ildə daha moda mindi də, bu reallıqda. Bəli. Amma deyirsiniz ki, bu şapalaq Bəli. bizimdir. Bəli. Onu rahat yeyirsən. Mən O niyə yüzden demirəm o bizim- ki? Yəni, Kesin yəni arxivə baxın, biləsiniz. yəni bunu hazırlamaq, hardan ağlınıza gəldi, necə dediniz ki, bunu çıxartmaq lazımdır. Sizdən də uğurladılar da. Yox, o qıradılar deyəndə belə hamının Allah çörəyini versin, bunu hamı bişirə bilər. Evdə də bişirə bilərlər, hamısına reseptim, mən bir heç nə gizlətmirəm. Nə vururam, hamısını bir özümə məxsus sosu demirəm, onu özümə məxsusdur. Amma Yəni o ev demək ki- şəraitində bu bişirmək üçün izləyicilərimizə nə məsləhət görərdiniz? İzləyicilərimə məsləhət görürəm ki, evdə bişirməsinlər, gəlsinlər burada yesinlər. Qəşəng, əhsən, gözəldir. Mən onu desəm dayımda hamı evdə bişirər. Və biz çörək qazanmıyor. Bir topda kartoşkamız olur, Bəli, soğanımız olur, Yox, soğan yox. soğan olmur. Kartoşka istəyə görə bibar, pomidor, nə bilim, şabalıd, hər bir Səncə necə olmalıdır? Məncə ən gözəli, bax quyruq yağında qızarsa kartoşka ilə də qızarmalıdır. Bir Başqa dənə bunu çevirib baxarsın. Bir dənə bunu çevireyim, çox qızarmasın, yanmasın da yavaş-yavaş. Yəni hər 3-4 Öz dəqiqədən tozunda. bir, bəli. Bu quyruğu görsünüz. Yəni bu yemək elə bir yeməkdir ki, bunun başında dayanmalısan. Bəli. Bu da bu kartoşka. Bu kartoşka da babamı burada pişirir. Yaxın çəkir, yaxın. Yəni gedib qıraqda qaynayıb, qızarıb, gətirib bunun içinə qoymayacaq. Da kartofla. Bir dənə içində qırmızı kartofumuz var. Ha, bir dənə də hədiyyə qırmızı Hədiyyə kartof. qırmızı kartofumuz var. Şefim, Bəli. orada ədviyyatlar görürəm. Aha. Ədviyyatlardan nə vurulur? Ədviyyatdan duz, qara istiot, mənim vurduqlarım. Aha. İstəyə görə nə bilim ziliş də vurulur, qoz da vurulur. İstəyə görə məsəl üçün zoğal turşusu da vura bilərəm, əzgi turşusu ilə də pişirə bilərəm. Bişlə ilə də pişirə bilərəm, nar qovurma kimi də pişirə bilərəm, soğan çelib soğanla da pişirə bilərəm. Bu sizin özünüzdən asılı. Bəli, yəni mən bunun bir 60-70 sürəsini pişirirəm. 60 İstəsən hə, çaxırla da pişirirəm, istəsən araqla da Bitişki ilə də pişirirəm, bəli. pişirilir. Ucu olur kefli şapalaq. Keyfli. ha. Kefli beçə içmirsən də yəni. Bəli. Ucu bu olur kefli şapalaq. Yəni Ceyhun Bəli. şefim deyir ki, məndə fikir, ideya tükənmir. Peki gəlsinlər, müştərimiz Bəli. nə istəsə, mən ona seçeneği olaraq 5, 6, 10, 15 çeşidində məsləhət görə bilərəm. Mən neçə ildir restoran sistemində işləyirəm. Yəni mən bağlı mətbəxdə işləmirəm. Ancaq professional açıq mətbəxdə işləyirəm. Sıxılırsan. Sıxılmaqdan əlavə. Mən müştərini özüm qarşılamaq istəyirəm ki, müştərinin verdiyi zəxatı mən anlaya bilim. Sual verim sənə, indi aramızda Deyirsən qalsın. mənə. Arız bəy də yoxdur. O deyirsiniz müştəri, öz yerinizi açmağı fikirləşirsiniz. Yox. Hə? Yox. Müştəri deyirsən, Ondan sonra. Öz yerimi açsam mən oturacam, yeyəcəm, içəcəm, bilməyəcəm kimlər yeyir. mən elə Amma burada işləməyim məsuliyyətini lazımdır. işləyirəm. Mən Hə, işləməyəm işləməyim başqa. Hə, passivləşəcəm, ona görə istəmirəm. Yəni o öz yerimizi açmaq yəni belə deyək də, loru dildə 2 vur 2. Hə. Çətin bir şey deyil. bir söz deyib Bu Aysta. hamısından yaxşıdır. Maşallah mehriban insansan, danışkan insansan, gözəl insansan. Bu yeməkləri də hazırlayırsan. Özün də bu yeməkdən boyunca yeyə bilən adamsın. Yoxsa həqiqətən xırmən gün ərzində bir damcı bir şey yeyirəm deyirsən. Bax belə deyək də, mən gecə yemək yeyib yatıram. Gün Ona ərzində görə heç. də belə köçərim. Gün Bilirsən, bu qədər yeməyin iyisi məni vurur. Mən nətər yeyir. Və mən güclü yediyim yemək lavaşla pendir yaşor ola bilər. Reis deyir Kənan. Ay yalan Sən danışmazsan. olsun. Gözünün içində kimi yalan deyirsən. Narahat olma. Kənan qardaşa bir nərmə elə yemək verəcəm ki, Sən bütün vallahi- restoranlara gedəndə desin ki, mən Ceyhun Ustanın yeməyinə yemək istəyirəm. Yəni yolu şəhərdən Xırdalan uzaqdır da, biri məlumdur.
Provkamız da çoxdur. Amma o qədər provka olmağın səbəbi bəlkə də bizim restorandır. Tıxac problemi varsa belə, bura gəldiyində o tıxacı unudursan. Bu dadlı yeməklər, bu naz nemət, sən o tıxacı unutdurur. Bişəndən sonra ümumilikdə şapalaq o 1 kilo da, nə qədər 1 kilo çəkir? 200 qoyduq da. Ah, nə qədər çəkir? Yəni o uzaqbaşı 100 qramını itirə bilər. Maksimum. Maksimum 100 qramını itirə bilər. Bəh. Kənana bax, mən çay gətirdim. Şefim içirsən də? Yox, bu söz. Arımı da stakanda çay. Ürəyimiz yalanda Yanında çay. Sən çayla başla, qoy mədən boşalsın, yemək yeyəndə yerin soxur. Ay daha, yetişdi. Çay adamı acıdırır. Necə, çox mehriban insansan, Allah kömək. pozitiv insansan. Yəni, bu həmişə belədir səndə. Qardaş, həyata bir dəfə gəlirik də, yeyib içib deyib gülmək lazımdır. Bəli, razıyam. Amma sən şefsin. Mətbəxdə də işçilərə qarşı beləsən. Önəmli olan odur. Şu orada val dəyişir də. Onu demək istəyirəm. Kulən girəndə val İndi dəyişir. hər şeyin öz yeri var axı. Əlbəttə ki. Oraya Deyib gülmək də var, zarafatımız da ola bilər, amma iş işdir də. onu demək istəyirəm. İş işdir, Burada bəli. İş şef işinə yox. qatmaq, bəli. Mən də kəlana həmişə demişəm, qardaş iş işdir. Bəs sənə də belə bir söz deyim də. Deyəcəm, yəni hamı orada yorumlarda yəqin yazacaqlar, Fikirlərini paylaşanlar da. bildirəcək, Hə. Şef sözünün mənasını bilməyən adamlar özlərini şef deyirlər. Bu forma 50-60 manatdır. Biz mənim forma biraz bahalıdır. Hədiyyə edirlər. Yəni formaya hamı yazdıra bilər bunu. Əsas odur ki, İdarə sual etmə verəndə bacarığı. şef nədir, onu biləsən. O mətbəxi idarə etmə. Yaxşı yemək pişirənə şef deyilmi? Elə adam var ki, bəlkə məndən də üstün məsələn, yemək pişirir. Bəlkə məndən də zəif yemək pişirir. Amma adam qoyur ki, mən şefəm. Şef bambaşqa şey. Bilənlər bilir, bilməyənlərə də gəlsinlər öyrənin. Bax siz onu Həftənin təqsimlə bilirsiniz. gəlsinlər öyrənin. Var burada ismarıcılar gelir, tək günləri, 3 günləri Getməz. gəlsin. Ailənizdən görmüşsünüz də, yəni nə mənada. Valideynləriniz də bu işi Əlbəttə. peşənin yiyərsi olublar deyə. Deyə bilirsiniz ki, şef necə olub? Çünki siz görmüşsünüz. Yox, mən onu deməyim də olar. Niyə ki? Yox, onu deməyim. Desəm bəzilərinin xətrinə dəyəcək. Yox, amma Çünki reallığa mənim demək var. axı. həmşərlərim çoxdur. Bu nə gözəl. Yəni çoxdur da. Yəni Amma həmkarlarım çoxdur, okey, razıyam. Amma bəli. sevən qədər İstəmirəm, sevməyən də var da. Bu da əlbəttə, reallıqdır. ona ki, görə də mən bax, istəmirəm deyim. Yəni. Xırdalanda olub. Bəli. Belə bir kütləni xırdalına çəkə bilmək Aha. çox böyük bacarıq tələb edir. Niyə? Gələr adam, bir dəfə gələr, datlı dörtü gəlməsin. Şey uşaqsın belədir də. Bu Amma belədir, sən belə olub, belə də gedəcək. Bax, Mən hər az şey öncə bu gördüm yeməkdə ki, bax, bir dəfə deyir ki, Rusiyadan. aha, Rusiyadan gəldi. gəlmişsən. Mən neçə vaxt izləyir. İndi qismət bu nəymiş, o da sizə təsəvvür edir. Mən gözlə gördüm. Nə da dedi, bir aydan artıqdır deyir, mən zəng eləyib mənə. Stok vasitəsindən, indi bugünkü günü Sosial media, sosial media. Sosial mediada. Zəng eləyib ki, bəs Ceyhun şef gələcəm, imeni sənin pişirdiyin şapalağı yeməyə. Gör. Hə. Yəni bəyənir Özü də görürüm yaşayır, mən. özü də yaşayır Qaraçuxurda. Bəli. Belə deyək, Qaraçuxurdan bura gəlmək 4 saat yol eləyir bir dəqiqə. Bəli, bəli. Özünüz bilirsiniz də. Oradan bura nə qədər restoranlar var. Əziz izləyicilər, bayaq böyük burada sac var idi, üstündə şapalaqlar var idi. Şefim dedi ki, sən şapalaqla ayrı bir tavaya alıb, kartoşkası pişdi. Gizli sir. Sehirli su. Səsi çək. Səsə bax, səs özü deyil. Bu nədir? Qoş. Ləpə. Kənan yeyirsən? Hə, sən al. Yox, hələ qoy biraz ağzı sulansın sonra ye. Belə dadlı şapalaq yemək istəyirsinizsə, hara gəlməlisiniz? Xırdalanda təndir restoranı. Əlaqə nömrəsi. Əlaqə nömrəsi 077 311 38 38. Zəng edirsiniz, Bəli, rezervasiya 24 saat edirsiniz. telefonumuz açıqdır. Amma rezervsiz gəlməsin. Rezervasiya edirsiniz, gəlirsiniz. Gözəl bir buraxılışla qarşınızda olduq. Mən sənin yanına bir daha gələcəm usta. İnşallah. Görək onda nə hazırlayacaqsan. Onda bambaşqa bir şey olacaq. Bəh olacaq. Yeni Yeni həftədə görüşənədək xudafiz. İnşallah.